İndi isə gəlin proqramlaşdırmanın vacib elementlərindən biri olan dəyişənlər və onların tipləri haqqında danışaq. Dəyişən qiyməti dəyişilə bilən hər hansı elan edilmiş elementə deyilir. Məsələn, riyaziyyatda belə bir ifadə elan etmək var. Y bərabərdir x plus 2. Burada y və x dəyişənlərdir. Yəni biz x-ə qiymət verməklə y-i və yaxud tərsinə y-ə qiymət verməklə x-i tapa bilərik. Proqramlaşdırmada da eyni ilə bu ifadələrdən istifadə olunur. Delphi dilində dəyişənin istifadə edilməsi müəyyən qaydalara riayət tələbidir. Delphi-də dəyişənlər ciddi sürətdə proqram və ya prosedurun əvvəlində elan olunmalıdır. Dəyişənlərin bu cür ciddi qaydalara riayəti proqramın başa düşülməsinin rahatlaşdırır və səhvlərdən qoruyur. Dediyimiz kimi, hər hansı dəyişənin öz elan olunmuş tipi olmalıdır. Məsələn, özündə tam rəqəmləri ifadə edən dəyişən tiplərinə aid aşağıdakıları misal göstərmək olar. Integer, onun diapazonu byte, int 64. Burada sol tərəfdə tam dəyişənin tipləri, sağ tərəfdə isə bu tipin ala biləcəyi qiymət diapazonu göstərilmişdir. Yəni tip sağ tərəfdə göstərilmiş bu diapazonda qiymət ala bilər. Tam olmayan kəsr ifadələrə, yəni vergüllə ayrılmış, aşağıdakıları misal gətirmək olar. Double extended. Riyaziyyatdan fərqli olaraq proqramlaşdırmada digər dəyişənlər də istifadə olunur. Buna misal olaraq hərf və ya sözləri saxlaya bilən dəyişənləri gətirmək olar. Məsələn, string tipi var. Bu string tipində biz hərfləri və yaxud sözləri saxlaya bilərik. Delphi-də həm də özündə bir neçə tipi birləşdirə bilən mürəkkəb dəyişənlərdən də istifadə olunur. Bunlar haqqında biz sonradan danışarıq. İndi isə yeni proyekt yaradaq. Gəlin formamızın koduna keçək. Delphi dilində dəyişənlər xüsusi istifadə olunan sözdən sonra elan olunur. Bu söz var sözüdür. Var sözü bu görürsünüz. Biz bu var sözündən sonra artıq bir dəyişənin elan edildiyini görürük. Bunu da bilmək lazımdır ki, komponentlər özləri də mürəkkəb dəyişənlər hesab olunur. Yəni belə dəyişənlər də var. Delphi dilində qlobal və lokal dəyişənlər istifadə olunur. Qlobal dəyişənlər bu gördüyünüz yuxarıdakı bu var sözündən sonra elan olunur və bu dəyişənlər proqramın istənilən yerində istifadə oluna bilər. Lokal dəyişənlər isə hər hansı hadisənin və yaxud proseduranın tərkibində elan olunur və bu dəyişən yalnız öz kod hissəsinə aid olur. Yəni o başqa yerdə istifadə oluna bilməz. Gəlin əvvəlcə bir tam dəyişən elan edək. A. Gördüyünüz kimi dəyişən bu formada elan olunur. Əvvəlcə dəyişənin adı göstərilir, ondan sonra 2 nöqtə işarəsi qoyulur və tipi göstərilir. Sonda nöqtəli vergül işarəsi qoyulur. Bilmək lazımdır ki, dəyişənlərin adları məcburi surətdə latın dilində yazılmalıdır. Yəni digər hərflərdən istifadə etmək olmaz. Əgər biz bir neçə bu tipdə, eyni tipdə dəyişən elan etmək istəyiriksə, onları vergüllə ayıra bilərik. Məsələn, mən həm də B tam dəyişəni elan etmək istəyirəmsə, onda vergül qoymalıyam və B yazmalıyam. Əlavə bir C dəyişəni elan etmək istəyirəmsə, bir vergül də qoyuram. Görürsünüz, artıq mən 3 tam dəyişənini elan elədim. Var sözündən sonra istənilən qədər dəyişən elan etmək olar. Məsələn, mən istəyirəm indi söz dəyişənini elan eləyəm. Bunun üçün S yazıram və string sözünü yazıram. Burada artıq mən S yazı tipini elan etdim. Eyni ilə kəsr tipləri də elan etmək olar. Məsələn, N, double, mən kəsr tipini elan etdim. İndi isə gəlin lokal dəyişənin necə elan edildiyinə baxaq. Bunun üçün dizayn öz formamıza keçək. Formaya bir düymə atırıq. Düymənin üstünə 2 dəfə vuraraq onun on klik hadisəsinə giririk. Yəni düymənin basılma prosedurun öz tərkibində istifadə olunmayacaq. Buna görə də çalışmaq lazımdır ki, eyni adlı dəyişənləri elan etməyək ki, çaşmayaq. Gəlin bunu silək. İndi gəlin formamıza keçək və dəyişənlərlə müəyyən əməliyyatlara baxaq. Əvvəl formaya 3 edit atmalıyıq. Edit 1, edit 2, edit 3. Edit 1 ilə edit 2-nin arasına bir label atırıq. Label atırıq. Labelin
biz adının captionunu dəyişib plus işarəsi qoyuruq. Bu heç bir iş bizdə görmür. Yalnız göstərir ki, bu edit 1 ilə edit 2 toplanacaq və buttonu edit 2 ilə edit 3-ün arasına qoyub onun captionunu bərabər işarəsi qoyaq. Yəni bərabərdir. Delphi-də editlərin çox gözəl bir forması var. Yalnız rəqəmlərin, tam ədədlərin yazılması üçün bunlarda numbers only qaliçkasına biz qoysaq, quşun qoysaq burada, bunun tərkibində ancaq rəqəmləri biz yaza bilərik. O burada sətr yazmağı bizə qoymayacaq. Bu da çox lazımlı bir funksiyadır. Gəlin bunların tekstlərini dəyişək. Yəni burada yazı olmayacaq. Ona görə də bunların tekstlərini dəyişirik. 0 qoyuruq. İkincisində də 0 və sonuncusunda da 0. İndi proqramı işə salsaq biz artıq bizim formamızın hazır olduğunu görürük, amma bu heç bir iş görmür. Hətta biz burada rəqəmlər də yazsaq, bu artıq hələ ki heç bir iş görmür. Çünki biz bu bərabər düyməsinə hadisəni elan eləməmişik. Gəlin onun on klikinə keçək. Bizim qlobal dəyişənlərimiz var. A, B, C, integer. Gəlin indi bu bizim dəyişənlərə editləri yiyələndirmək lazımdır ki, müəyyən əməliyyatları biz apara bilək. Bilmək lazımdır ki, editlər yalnız yazı tipini qəbul edə bilir. Ona görə də biz burada çevirmə üsulundan istifadə etməliyik. Həm də tərsinə çevirmə də mümkündür. Məsələn, edit 1-dən hər hansı ədədi alıb, hər hansı bir tam dəyişənə belə yiyələndirmək olar. A dəyişəni istəyirik 1, edit 1-i yiyələndirək. Bunun üçün 2 nöqtə bərabər işarəsi qoyuruq. Sonra yazırıq string to int. String to int bu bir funksiyadır. O sətr tipini götürüb çevirəcək və tam ədəd alacaq. Və mötərizə işarəsi qoyuruq. Bizim formamızın adını yazırıq. Form 1 nöqtə. Burada edit 1 bizə lazımdır. Edit 1-i qoyuruq. Sonra text. Və burada birinci növbədə A edit 1-in tərkibində olan yazını götürəcək. Sonra B ədədinə bizə lazımdır. Edit 2-ni salaq. B bərabərdir. Bunu da string to int form 1 edit 2 text və yaxud siz onu kopya edib qoya bilərsiniz. Sadəcə adını dəyişə bilərsiniz. Artıq biz hər iki rəqəmə tam ədədləri yiyələndirdik. İndi bizə lazımdır ki, bu ifadə 3-cü edit 3-də toplansın. Bunun üçün əvvəl biz C-yə toplama əməlini C-də yerinə yetiririk. C bərabərdir A plus B. Yəni C dəyişəni A dəyişəni ilə B dəyişəninin toplamasını alacaq və özündə birləşdirəcək. Sonda biz form 1 edit 3 text bərabərdir. İndi isə tərsinə çevirmə etməliyik. Yəni tam ədədi biz yazı tipinə çevirməliyik. Bunun üçün isə int to string funksiyasından istifadə edirik. Int to string C. Artıq bizim proqram hazırdır. İndi bizim proqramı işə salsaq biz burada rəqəm yazsaq 3 5 bərabər işarəsini qoyan kimi artıq dərhal siz görürsünüz ki, burada 8 və yaxud biz uzun rəqəmlər yaza bilərik biz. Dərhal görürsünüz ki, bizdə burada toplama əməli yerinə yetirilir. Və eyni ilə siz riyaziyyatda istifadə olunan istənilən bir əməliyyatı burada apara bilərsiniz. Yəni minus, bölmə, üstəgəlmə və yaxud digər əməllər. Dəyişənlər proqramlarda çox istifadə olunur. Çox vacib amillərdən biridir. Çalışın onlardan istifadə edin. Dəyişənlərin çoxlu tipləri var. Bu tiplər haqqında biz gələcəkdə danışacağıq. Yavaş-yavaş bu tiplərin hamısını başa düşək və onların iş prinsiplərini bilək.